Binə qəsəbəsində yerləncəkli ev, şəxsi tikili evdir, harsa 100 kvadratlıq evdir. Həyətindəki üzüm tallarına bax. İnşallah yetişli üzümlərindən də yiyəcəyik. Yəni alan adam bunun üzümündən mənə 2 kilo verməlidir. Həyətə maşın girə bilir. 190 nömrəli avtobus tam qapının ağzından keçir. Ay, haraya gəlsən? Buraya gəl. Kəpilər tutun. Nə varsın? 190 nömrəli avtobus tam asfalt, elə bir asfaltdan keçir. Həmin asfaltda evdən 50 metr aralıdır. Qapıdan da içəri maşın rahat yerləşir. Əl damızada hamısı qoyuldu. Ağaclı, güllü çiçəkli. Evin arxasında da keçid var. Tel buraya. Bir kombi otağı da. Gazı da var, ışığı da var, suyu da var. Orada kombisi, vitamin gazı, hamısı var. Yəni bu evdə yoxdur, söhbəti yoxdur. Yox. Ayaqqabı şkafıdır bax. Nə qədər ayaqqabı istəyirsən yığa bilərsən. Deyirsən burada sanitariya uşağıdır. Bu bir otağımızdır. Mən də sizinlə bərabər kəşf edirəm evi. Bura mətbəximizdir. Qoşadaşla tikilmə evdə. Bura qonaq otağıdır. Bax, otağın böylüyünə bax. Şəxsi ev başqadır. Sol tərəfdə də arxaya keçid var. Yəni arxada 1 metrdən də çox məsafə qoyulur. Bax, bu da hicriyeti otağı. Kombi, radiator, zat hamısı var, görürsünüz. Bax, 1 metrdən də çox, 2 metrə yaxın arxada boşluq var. Qiymət 53 min, real müştəriyə də indirim var. 190 da qapının ağzından keçir.